Salam əziz tarixsevərlər, mən sizin tarix müəlliminiz Ramiz Hüseynov. Bugün sizinlə Azərbaycan ərazisində erkən dövlət qurumları və e, bu dövlətlərin yaranmasında iştirak edən tayfa birlikləri haqqında tarixi faktları öyrənəcəyik. Mövzumuza keçməmişdən əvvəl istəyirəm qısaca bir vaxtınızı alım. Dərslərimizə qoşulmaq istəyirsinizsə 077 325 70 77 əlaqə nömrəsinə yaza və yaxud da zəng eləyə bilərsiniz. Eyni zamanda onu da qeyd edeyim ki, 10-cu sinif dərslərimizlə yanaşı, həmçinin keçən aydan etibarən bizim 11-ci sinif intensiv qruplarımızda fəaliyyətə başladı. Əgər 11-lər bizimlə hazırlaşmaq istəyərlərsə, dərslərimizə qoşula bilərlər. Keçək mövzumuza. Azərbaycan ərazisində ilkin tayfa birlikləri və erkən dövlət qurumları haqqında danışanda biz əsasən müxtəlif tayfa birlikləri və bu tayfa birliklərinin erkən dövlətlərin yaranmasında aydın istifadə etdiyimiz belə deyim substratı müəyyənləşdiririk. Nədir bu erkən dövlət qurumları? Bildiyimiz kimi ibtidai icma quruluşunun sonlarına yaxın artıq tayfa başçılarının ilahiləşdirilməsi prosesi və bu tayfa başçılarının belə deyim də həddindən artıq siyasi gücünün qabardılması gətirdi çıxartdı sosial təbəqələşmənin yaranmasına. Və bu sosial təbəqələşmənin yaranması ilə artıq eradan əvvəl 3-cü, 2-ci minilliklərdə Azərbaycan ərazisində bizim ilkin tayfa birliklərimiz yarandı. İndi gəlin o ilkin tayfa birliklərinə baxaq. Bax, Lulubilərdir, Kutilərdir, Kaspilərdir, Kadusilərdir, Naqç və Gərgərlərdir. Deməli, Lulubilərlə Kutiləri biz aid edirik Urmiya gölü ətrafında yaşayan tayfalar. Yazırıq bura eradan əvvəl 3-cü, 2-ci minilliklərdə. Kaspiləri deyirdik ki, onlar Xəzər dənizi ətrafında yaşayırlar. Kadusilərə aid edirdik ki, onlar Qızılüzən çayının aşağı axırlarında yaşayırdılar və bir də bizim Araz çayından şimalda mövcud olan Naqç və Gərgər tayfalarımız var idi. Kim idi bu Naqç və Gərgər tayfaları? Naqçlar Naxçıvan ərazisində yaşayırdılar, Gərgərlər isə Mil Qarabağ ərazisində yaşayırdılar. Dediyim kimi biz Azərbaycan ərazisində erkən dövlətləri və bu ilkin tayfa birlikləri haqqında məlumatları hansı mənbələrdən əldə edirik? Şumer dastanları və Şumer Akkad Mixi-yazılı mənbələrindən əldə edirik. Üç dövlət qurumunu əsasən Azərbaycanın, yəni bugünkü Azərbaycanın cənubunda biz öyrənirik. Bunlara aiddir Arratda, Lullubi və Kuti dövlət qurumları. Gəlin indi Arratdaya baxaq. Arratdanı öyrənəndə biz həmişə sizinlə qeyd eləmişik ki, Arratda erkən dövləti digər erkən dövlətlərdən fərqli olaraq eradan əvvəl 3-cü minilliyin birinci yarısında meydana gəlmişdi. Amma digər dövlətlər, məsələn erkən dövlətlər 3-cü minilliyin ikinci yarısında meydana gəlmişdi. Lulubilər, Kutilər və s. və ilaxır. 3-cü minilliyin birinci yarısında meydana gəlmişdi. Arrat da şəhər dövlət olduğu üçün, yəni erkən dövlət olduğu üçün onun bir paytaxtı olmalıdır. Bu da Arrat şəhəri idi. Yadda saxlayırıq. Paytaxtı Arratda idi. Başqa nəyi bilməliyik buradan? Buradan bilməliyik ki, Mesopotamiyanın Uruq şəhər dövləti ilə əlaqə saxlayırdılar. Uruq bilməli olduğumuz faktlardan biridir. Uruqla əlaqə saxladığını bizə hansı amil deyir? Enmerkar və Arratda hökmdarı dastanından. Bu da Şumer dastanıdır. Enmerkar və Arratda hökmdarı dastanından biz Arratda dövlətinin Mesopotamiyanın Uruq şəhər dövləti ilə siyasi, iqtisadi və ticarət əlaqələri saxladığını görə bilərik. Mesopotamiya ilə əlaqələr var. Əgər Mesopotamiya ilə əlaqələr varsa, biz nəyi daha çox Mesopotamiyadan götürmüş olarıq? Təbii ki, oradan bura lacivərd daşı gətirilirdi. Ondan sonra buradan ora ustalar aparılırdı, orada işlətmək üçün. Və daha sonra biz Mesopotamiyanın əlbəttə ki, idarə etmə sistemindən də həmçinin pay götürmüş olacağıq. Çünki niyə? Bildiyimiz kimi ta ən başa, yəni bu ilkin tayfa birliklərinin erkən dövlətlərdə formalaşmasına qayıtsaq, biz həmişə qeyd edirik ki,
Niyə görə Azərbaycanın cənubunda bu dövlətləşmə, bu erkən dövlətlərin yaranması bir növ tez şimala nisbətən bu cənubda daha tez başladı da, yəni 3-cü, 2-ci minilliklərdə başladı. Bunun səbəbini biz Mesopotamiya ilə əlaqələrdə görürük. Niyə? Çünki Mesopotamiya şəhər dövlətlərinin Azərbaycanın cənubunda mövcud olan Arrata, Lullubi, Kuti şəhər dövlətlərinə bu qədər yaxınlıqda yerləşməsi artıq Azərbaycanın cənubunda da bu dövlətlərin, bu erkən dövlətlərin yaranmasına səbəb oldu. Dedik, Enmerkar və Arrat hökmdarı dastanından Uruk şəhər dövləti ilə əlaqələr saxladığını müəyyən etmək olar. Bir də uşaqlar, burada əsas məqamın biri də Mesopotamiya şəhər dövlətlərinin necə çox tanrılı bir dinə sahib olduğunu biz Arratta erkən dövlətində də müşahidə etmiş olacağıq. Yəni Arratta Mesopotamiyada olduğu kimi Arrattada da çox tanrılıq mövcud idi. Bəs yaxşı, sual verə bilərsiniz. Hansı tanrılara sitayiş edirdilər? Əsasən Şumer şəhər dövlətlərində mövcud olan məhəbbət, bərəkət, ay tanrılarına sitayiş edirdilər ki, biz bunu ilahə inananın və ilahə Lamanın timsalında görə bilərik. Kim idi ilahə inanla? İlahə inanla bərəkət və məhəbbət ilahəsi idi. Bərəkət və məhəbbət. Yaxşı, bəs kim idi ilahə Lama? İlahə Lama isə Arrattanın mühafizətçisi hesab olunurdu. Belə. Bilməli olduğumuz bir məqamda Arrattada dini idarələrin başında çox tanrılığa çıxan bir xətt olduğuna görə dini idarələrin başında da Maş dururdu. Maş. Bu da ali kahin idi. Arratta dövlət qurumundan bilməli olduğumuz məqamlar budur. Yəni bundan sizə imtahana düşsə sual düşəcək. Növbəti bir dövlət qurumumuza baxaq. Lullubi dövlət qurumu. Lullubilər eradan əvvəl 3-cü minilliyin Arratta dövlətindən fərqli olaraq ikinci yarısında meydana çıxmışdı. Tamam. 3-cü minilliyin ikinci yarısında. De görün mənə, Urmiya gölünün hansı ərazilərini əhatə edirdi? Urmiya gölünün cənubunu əhatə edirdi. Urmiya gölünün cənubunu əhatə edən Lullubi dövlətinin ilk hökmdarı, Lullubilərin yaradıcısı kim idi dedik? İmmaşqun. Düzdür? İmmaşqun. Yaxşı, İmmaşqun özünü nə adlandırırdı? Hansı? Ay, sağ ol, hökmdarlar hökmdarı, padşahlar padşahı. Lullubum ölkəsinin padşahlar, hökmdarı. Lullubilər dövlətindən bilməli olduğumuz bir məqamda deməli nədir? Anubaninin dövründə, hökmdar Anubaninin dövründə öz qüdrətli çağına, öz qüdrətli dövrünə çatmasıdır. De görün mənə, Anubaninin fəaliyyətində biz əsasən nələri müşahidə edirik? Ay, sağ ol. Dövlətin. Ay, sağ ol. Qələbə sütunu abidəsi, bəli, Anubaniniyə aid olan qələbə sütunu abidəsi var idi burada. Düzdür? De görün mənə, qələbə sütunu abidəsində biz Anubaninin nələr müşahidə edirik? Daha çox uğurlarını, bəli, qələbələrini müşahidə edirik. Anubaniniyə aid olan bir dənə də Sarı Nul yazılı abidəsi var. Düzdür? Bəs bu nə idi? Zöhab şəhəri yaxınlığında Sarı Nul yazılı abidəsi. Bəs bu nədən xəbər verirdi bizə? Bu da Anubaninin məhz Lullubi dövlət qurumunun hökmdarı olması barədə məlumatı bizə verir. Və eyni zamanda Anubaninin qüdrətli dövrünü, Lullubilərdə yaşamış Anubaninin məhz qüdrətli dövrünü bu mənbə bizə çatdırır. Amma uğurlarını və qələbələrini isə qələbə sütunu, öz şərəfinə ucaltdığı qələbə sütunu abidəsi yəni bizə bunları deməyə əsas verir.
Başqa Lulubi dövlət qurumundan bilməli olduğumuz məqamlardan biri də Ararati dövləti və Kuti dövlət qurumu kimi onların da çox tanrılı dinə, onların da ay, məhəbbət, günəş tanrılarına sitayiş etməsidir. Kim idi? Hansı Akkad hökmdarı idi ki, Lulubilər üzərinə 3 dəfə uğursuz yürüş eləmişdi, bir dəfə uğurlu yürüş eləmişdi. Akkad hökmdarı Naram Suen idi. Düzdür? Naram Suen. Yaxşı. Onda biz Akkadlarla mübarizəni həm Lulubi, həm də Kuti dövlət qurumuna aid eləyə bilərik. Bəli. Onda oxşar cəhət kimi qrafdan yazıram ki, Akkadlarla mübarizə uşaqlar həm Lulubi vs Kuti. Yəni Kuti dövlət qurumu ilə də belə deyim aid oxşar cəhət kimi götürülür. Akkad hökmdarı Naram Suen idi ki, Lulubilər üzərinə 3 dəfə uğursuz, bir dəfə uğurlu yürüş eləmişdi və bu yürüşdən sonra geri çəkilib məğlubiyyətini qəbul etmişdi. Bir başqa dövlət qurumumuz da bizim uşaqlar Kuti dövlət qurumudur. Kuti dövlət qurumu və yaxud da Kuti erkən dövləti. Bunun da Lulubilərlə bir oxşar cəhəti var. Yenə də 3-cü minilliyin ikinci yarısında neyləmişdi? Yaranmışdı. 3-cü minilliyin ikinci yarısında yaranmış Kuti dövlət qurumunun Ararati və Lulubi erkən dövlətindən uşaqlar bir fərqli məqamı var idi. Nə idi bu fərqli məqam? Bu fərqli məqam ondan ibarət idi ki, Kuti dövlət qurumu Ararati və Lulubidən fərqli olaraq demokratik prinsiplərlə idarə olunurdu. Demokratik prinsiplər. Yəni hakimiyyət irsən deyil, seçki yolu ilə gəlirdi hakimiyyətə hökmdar. Dövlətin başında hökmdar dururdu. Bir də hökmdarın yanında nə fəaliyyət göstərirdi? Ağsaqqallar Şurası. Düzdür, Aytən? Hökmdarın yanında həmçinin Ağsaqqallar Şurası da fəaliyyət göstərirdi. Demokratik prinsiplərlə idarə olunan Kuti dövlətində biz eradan əvvəl 23-cü əsrdə nəyi müşahidə edirik? Bu Kuti dövlət qurumlarının gedib Mesopotamiya şəhər dövlətlərini tutmuş Akkad imperiyasını süquta uğratmasını və Mesopotamiyada 100 ilə yaxın bir hakimiyyət qurduğunun şahidi oluruq. Mesopotamiyada 100 illik hakimiyyəti dönəmindən sonra uşaqlar Kutilər sonuncu Kuti hökmdarı Trikana qarşı 40 gün cəmi hakimiyyətdə olmuşdu. Xalq üsyan qaldırır və Trikanı taxtdan salıb Mesopotamiyada Kutilərin ağalığına son qoyulur. Eradan əvvəl bura qeyd edirik 22-ci əsrdə. İndi sual yaranır uşaqlar. Mesopotamiya, Kuti, Akkadlarla mübarizəni məhz burada qeyd edirik. Biz qeyd eləmişdik ki, sizinlə Akkadlı Sargon neyləmişdi? Gedib Kuti dövlət qurumu, üzr istəyirəm, Şumer şəhər dövlətlərini tutmuşdu və bu Şumer şəhər dövlətlərini süquta uğratmamışdı. Sadəcə tutmuşdu və bu şəhər dövlətlərinin yerində Akkad dövlətini yaratmışdı. Düzdür? İlk dəfədə məhz Akkadların dövründə neyləmişdi? Şumer şəhər dövlətləri bir mərkəzdə birləşdirilib, vahid bir yerdən idarə olunmağa başlamışdı, vahid bir dövlətdən idarə olunmağa başlamışdı və bu vahid dövləti də gəlir 23-cü əsrdə Kutilər, belə deyim, süquta uğradırlar və bu süqutdan sonra biz Mesopotamiyada 100 illik bir Kuti hakimiyyətini görürük və səncə Kutilərin 22-ci əsrdə, yəni bu qədər belə deyim, uzun müddətli hakimiyyət, yəni 100 il az vaxt deyil. Bu 100 ildə niyə görə belə deyim, 22-ci əsrdə məhz Trikan 40 gün hakimiyyətdə qaldı və bu 40 gündən sonra artıq üsyan baş verdi xalq tərəfdarları nəticəsində və bu üsyandan sonra da Trikan devrilərək hakimiyyətdən salındı. Səncə bu 100 illik bir müddətdə niyə üsyan qaldırmırdılar və sonda 22-ci əsrdə Trikana qarşı üsyan qaldırdılar? Yəni Mesopotamiyanın
Kutilərin Mesopotamiyadakı hakimiyyətinə bu qədər belə deyim, ə, süqutun səbəbi nə idi? Uzun müddət hakimiyyətdə qalmışdı, amma məhz 22-ci əsrdə süqut elədi. Yəni bunun bir səbəbi var. O səbəb də ki, Mesopotamiyada Kutilərin hakimiyyətinin sona çatmağının səbəbini biz götürürük idarəçiliyin yerli məmurlara həvalə edilməsi. Yəni burada yerli məmur söhbətidir ki, Kutilər belə deyim, gedib Mesopotamiya şəhər dövlətlərindəki Akkad imperiyasını süquta uğratdıqdan sonra qayıdırlar öz məmləkətlərinə və burada Akkadların özündən canişin təyin edirlər idarə etmək üçün və bu yerli məmura həvalə olunma məsələsi də Kutilərin mövqeyini zəiflədir və zəiflədən Kutilər 22-ci əsrdə Tirkana qarşı baş vermiş xalq üsyanı nəticəsində Mesopotamiyadan belə deyim süqut edirlər. Bir başqa məqamda dediyim kimi eradan əvvəl 3-cü minilliyin sonlarında, 2-ci minilliyin 4-cü minilliyin əvvəllərində artıq bu tayfa birliklərinin nə etməsidir? Süqut edib yenində yerlərinin yaranması ilədir. Kutilər, Lulubilər süqut edəndən sonra Lulubi tayfa birliyini birləşdirən hansı tayfaların biz belə deyim, müstəqillik əldə etdiyini görürük. Su, Turukki, bir də Su, Turukki, bir də Lulubi tayfalarının, düzdür? Lulubilər də birləşib, Su, Turukki, Lulubi tayfaları birləşib Lulubi erkən dövlətini yaratmışdılar. Lulubilər 3-cü minilliyin sonlarına yaxın artıq süquta uğradılar. Bu tayfalar da nə etdilər? Müstəqil siyasət yürütməyə başladılar. Səncə bir tayfa birliyi müstəqil siyasət yürütməyə qadirdirmi? Xeyr, qadir deyil. Çünki müxtəlif təhlükələrlə rastlaşa bilərlər. Kimlə rastlaşdılar? Aşurlarla, düzdür? Aşurlardan da kimə sığınmışdılar bunlar? Babil hökmdarına, bəli. Kim idi Babil hökmdarı o vaxtı? Hammurapi. Yaxşı, Babilistandakı Hammurapinin bəs inteqrasiya edək ümumi tarixə görə Hammurapini biz nə ilə tanıyırıq? 282 maddədən ibarət qanunnamə hazırlanmışdı və bu qanunnamədə də quldarlıq münasibətlər öz əksini tapmışdı. Borca görə qul edilmə məsələsi, vergi, borc və s. bu kimi məsələlər onun qanunnaməsində öz əksini tapmışdı. Dedik ki, Aşurla mübarizədə sığınmışdılar Babil hökmdarı Hammurapiyə. Sonradan necə oldu? Su, Turukki, Lulubi tayfaları da süquta uğradı. Necə oldu? Aşur Babillər, bəli, Midiya və Babillər gəldilər, tutdular Su, Turukki, Lulubi tayfalarını da süquta uğratdılar. Dövlət qurumları və tayfa birlikləri bu qədər məhz Azərbaycanın cənubunda uşaqlar bu dövlət qurumlarının yaranması bizim, yəni Azərbaycanın cənubunda olan ilkin dövlətin yaranmasına təkan verən amillərdən biridir. Məhz Lulubi dövlət qurumunun yerində yaranmış olan Azərbaycanın cənubunda ilk dövlət, yəni ilk mərkəzləşmiş dövlətdən söhbət gedir. Hansı dövlət idi bu? Manna dövləti idi ki, məhz Lulubilərin varisi sayılırdı və bu Lulubilər də belə deyim, Mannalıların əcdadları sayılırdı. Manna dövləti məhz Lulubi dövlət qurumunun yerində yaranmış, Azərbaycanın cənubunda mövcud olmuş ilk dövlət qurumlarımızdan biri sayılır. Dövlət qurumları və erkən tayfa birlikləri bu qədər. Gələn dərslərimizdə görüşənədək.